Salamlar hər kəsə. Bu videoda bir Cahangir Cahangirov haqqında bəzi suallara nəzər yetirəcəyik. İlk öncə deyək, Cahangir Cahangirov neçənci ildə anadan olub? 1921-ci ildə Balaxanda anadan olub. Cahangir Cahangirov təhsil illəri dövründə hansı əsərlərini yazıbdı? Nizami Gəncəvinin sözlərinə Gül Camalın romansını, skripka fortepiano üçün sonatinasını, Arazın o tayında vokal simfonik poeması və skripka simfonik orkestr üçün konsertini və s. yazmışdım. Cahangir Cahangirov neçənci ildən konservatoriyanın xor kafedrasına rəhbərlik etmişdi? 1951-ci ildə konservatoriyanı bitirmişdi və 1954-cü ildən son gününə kimi konservatoriyanın xor kafedrasına rəhbərlik etmişdi. Azad operası kimindir? Cahangir Cahangirovun Mirzə İbrahimovun Gələcək Gün romanı əsasında 1957-ci ildə yazmışdı. Cahangir Cahangirov Füzuli kantatasını neçənci ildə yazıbdı? Füzuli kantatası 1959-cu ildə yazıbdı və Məhəmməd Füzulinin 400 illiyi münasibəti ilə keçirilən müsabiqədə də məhz birinci yerə layiq görülmüşdü. Cahangirovun Xanəndən Taleh operası neçənci ildə səhnəyə qoyulubdu? 1979-cu ildə səhnəyə qoyulub Mirzə Fətəli Axundov adına opera balet teatrında. Cahangir Cahangirovun əsərlərin hamısı nəyə əsaslanıbdı? Azərbaycan muğamlarına, xalq mahnılarına və rəqslərinə. Cahangirov neçənci ildə vəfat etmişdi? 1992-ci ildə vəfat etmişdi. Cahangir Cahangirov hansı əsərində bugün ayın 3-üdür Azərbaycan xalq mahnısı melodiyasından istifadə edibdir? Məsubə isə skripka və simfonik orkestr üçün konsert əsərdir. Bu əsərdə ilk dəfə skripkada ifa edibdir Azərbaycan xalq artisti Azad Əliyev. Qarabağ mahnısı məhz Cahangir Cahangirovun idi. Bir də burada bir sual vardı. Cahangir Cahangirovun Arazın o tayında simfonik poeması hansı muğama əsas almışdı? Məhz söhbət Humayun muğamından gedir. Humayun muğamına əsas almışdı.